Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Biliyev. Bəli, bu günlərin biz Göyçay Ucar yolundayıq. Həmin yolda bir dəfə çəkiliş etmişdik biz. Radarla əlaqədar. Yolda kameranın qoyulması, radarın qoyulması ilə əlaqədar. Bizim çəkilişdən sonra adi qurumlar gəldilər. Burada bu yolda bax, gördüyünüz kimi bu radarın yerini işarələdilər. Bu şəkildə qoydular. Lakin aylardır məsələ hələ də öz həllini tapmayıbdır. Yəni radarın yeri qoyulsa da hələ ki adi qurumlar hərəkətə keçməyib. Bu Ucar Göyçay yolu. Bəli, bu yol çox təhlükəli bir yoldur. Ona görə ki, həmişə yollarda çoxlu qəzalar baş verir. Sürət həddini bəzi sürücülər gözləmir. Hədsiz dərəcədə avtomobillərin sürətlə hərəkəti qəzaya səbəb olur. Hətta yaşayış, yəni məskənidir bura, yaşayış məntəqəsinin yaxınıdır. Yəni Malışlı kəndinin baş tərəfindədir. Hətta burada bax, bu yolda piyada keçidi qoyulmalıdır, zolaqlar çəkilməlidir. Bu da yoxdur. Bax, bu da silinibdir buradan. Mən düşünürəm ki, adi qurumlar yəqin ki, bu çəkilişi görəcək və bu barədə tədbir görəcəklər. Çünki aylardır biz bunu gözləyirik. Bir dəfə çəkiliş etdən sonra, yəni bu məsələ cüzi də olsa öz həllini tapmışdır. Lakin radarın qoyulmaması əlbəttə ki, belə deyək, yolda bir çox qəzaların olmasına səbəb olur. Mən burada bax, gördüyünüz kimi sürətlə gedən maşınlardır, bax. Burada bax, sakinlər də buradadırlar, gəlibdilər və onlar da xahiş edirlər ki, bura radar qoysun. Çünki bir tərəfdə yaşayış evləri, bir tərəfdə yəni mağazinlər, belə deyək ki, kafe, digər məişət yəni tikintiləri. Yəni insanlar çox həyəcanlıdır. Yəni təhlükə olduğuna görə də qorxurlar bu yolda o özümüzə keçməyə. Amma radar bura qoyulsa, əlbəttə sürücülər də bunu görər və sürətlərini azaldarlar. Mən indi burada bax, gördüyünüz kimi sakinlərdən də mən soruşacağam. Onlar da xahiş edirlər ki, bu məsələ öz həllini tapsın. Buyurun, münasibətiniz. Bax, bura radarın yeri qoyulubdur. Amma ki, hələ radar özü yoxdur. Münasibətiniz? Münasibətimiz vallahi bir neçə dəfə burada daha ölüm bir şey olub. Hamı bilir, bu cəmaat hamısı burada yaşayanlar. Avariya olur, vurur. Rəhmətli Sərdarı, rəhmətli uşağın əskərdən təzə gəlmişdi. Dünən ili idi. Bax, dünənki günü həmin uşağın ili idi. Çıxıb bura sigaret alma, maşın burada öldürdü, məhv oldu, uşaqsızdı getdi. Yəni radar olsa, sürət radar olmaz, olmalıdır, znak olmalıdır, qardaş, belə olmaz. Piyada keçidi qoyulsa, bəli. Yəni zolağa çəkilsə. Hansı dövrdür, hansı? Piyada keçidi də vardı, pozulub. Bunları da gətirdilər, qoyulsun, qazdılar, qoyunlar ki, yaxın müddətdə radar qoyulacaq buralar. 2-3 aylardır, elə həmən qaydada qalıb, o quyuda dolur yavaş-yavaş. Yerin hazırlayıblar, Hazırlayıblar, yerin qalıb elə. gətirib qoyan yoxdur. Bəli, adəti qurumlar gördüyünüz kimi vətəndaşlar da şikayət edirlər, vətəndaşlar da xahiş edirlər ki, bu məsələ öz həllini tapsın ki, bu yolda yəni sürət həddini sürücülər gözləsinlər. Yəni bu Göyçay Ucar yolu sürət 60 km qoyulubdur. Amma burada elə sürücülər var ki, 120, 150 sürətə belə maşın qaldırır. Ona görə də bir daha adəti qurumlara biz üst tuturuq, xahiş edirik. Çünki bu birbaşa bizim ictimai olaraq bizim nəzarətimizdədir ki, biz daima bu işi diqqət mərkəzində saxlayacağıq. Yəni Göyçay Ucar yolu, bax bu Mallı Şıxlı kəndinin, yəni ala qapısının yanıdır və buradan vətəndaşlar yolun keçmək üçün çətinlik çəkirlər. Sürücülər də sürəti gözləmir bəziləri. Yəni hədsiz sürət. Xahiş edirik adəti qurumlar baxın və bu barədə ciddi tədbir görün. Diqqət üçün minnətdarım.